Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Bildiyiniz kimi, 3-4 gün bundan qabaq Balaca Heydərin ad günü idi. Və Mehriban Əliyeva, Arzu, Leyla, Heydər hamısı təbrik elədi. Balaca Heydəri təkcə Alyona xanım təbrik eləmədi. Və mən ailədə böyük narazılığın, hətta boşanmağa qədər gedəsi narazılığın olduğunu bildim. Az öncə məlumat aldım ki, bunlar niyə dalaşıb, nə üçün dalaşıb? Deməli, Balaca Heydər qeyrətə gəlib bizim videolarımızdan sonra güya Alyonaya deyib ki, ay Alyona, sən məni başqası ilə yox sanki başqası ilə aldatmaq normal bir işiymiş. Başqası ilə yox öz bibim oğlu ilə aldatdın. Azərlə. Alyona dedi, bəs saxla burada, sən mənə panyatka kişilik dığırıyırsan. Birbaşa ad boy verib İlham Əliyevlə cükküldəşdiyini, daha bildiniz də necə cükküldəşdiyini birbaşa Balaca Heydərə atıb. Ala, bu da sənin dədən. Dədənlə də sən allatmışam. Buna nə deyirsən? Deyələmədən bilirsiniz ki, Alyona birinci ərindən 15 yaşında, 16 yaşında uşağı var. Azərbaycanda ala qarğa bala çıxartmasa da Alyona gələndən ikisini çıxardıb, bir heç olmasa bir 20-30 dəfədə götüzdürübdür. Hər neysə, Peysər Əliyevlərlə irəli. Peysər Əliyevlərlə irəli.